Hərbi memorial məzarlıqda 44 günlük Vətən müharibəsini simvolizə edən abidə inşa edilib. 44 metrlik monumental abidənin ətrafında Vətən müharibəsinin hər günü məlumatları, hadisələri özündə əks etdirən lövhələr ucaldılıb. Açılış mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib. Milli qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi 2-ci Şəhidlər Xiyabanının adı dəyişdirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bundan sonra həmin xiyaban hərbi memorial məzarlıq adlanacaq. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Polkovnik Anar Eyvazov bildirib ki, Vətən müharibəsinin 5-ci ildönümü çərçivəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq hərbi memorial məzarlıqda geniş miqyaslı bərpa işləri həyata keçirilib. 1-ci və 2-ci Qarabağ müharibəsi, aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin, müxtəlif dövlət təltifləri ilə təltif edilmiş mülki şəxslərin uyuduğu bu ərazidə aparılan yenidən qurma işləri nəticəsində mövcud olan daş hasar aradan qaldırılıb. Ali Baş Komandanın göstərişi ilə həyata keçirilən yenidən qurma işləri nəticəsində 12 milli qəhrəman, 11 Vətən müharibəsi qəhrəmanı olmaqla ümumilikdə 670 şəhidin uyuduğu bu məkanda şəhid ailələrinin istək və təklifləri də nəzərə alınıb.